Sənin ümumiyyətlə başın işləyir. Sən hər dəfə bunu palçığa soxursan və deyirsən kabulukda çıx və gəl. Deyəcək problemli aktyordur. Deyilə də deyirlər, ay Gülşad problemli aktrisadır. Biri var idi, məni filmə çağırıb ki, gəl gedək çəkək. Özü payız ayıdır. Fikir ver, Bakının bir hardasa mən oktyabr, noyabr ayıdır. Yağış da yağıb. Bu qəbristanlıq tərəfdə bir bağ var, botanik. Getmişik ora. İndi ki, hə, siz burada dayanın, siz də bir qız da burada dayansın. Qıza da geyindiriblər kabluk, belə kabluk. Qız gedib orada dayanıb. Kabluk gidikcə o kabluk gedir batır palçığa. Hə, oradan qışqır, diqqət başladıq, 200-də çıxdıq. Elə bir filmin girişini çəkirlər ki, yəni belə bir film olacaq. Hələ olacaq. Başladıq deyəndə indi mənimki də batır. Mən də indi biraz düz ayaqqabıda altı, amma yenə də batır. Bir tər çıxıram. Bu deyən kimi gəlirəm. O qız belə eləyincə olmadı. Bir də. İnanırsan 2 saat o soyuqda dayanmışıq. Day dedim Gülşad sakit dayan. Sonra deyəcəklər yenə başladı dava saldı. Belə elədim. Axırda çıxdım. Sənin ümumiyyətlə başın işləyir. Sən hər dəfə bunu palçığa soxursan və deyirsən kabulukda çıx və gəl. O çıxa bilmir oradan. Bu problemi həll elə. Hə, yaxşı istəmirəm bu saat. Orada da bir köhnədən məni tanıyan, bəxt düzünündən təsəvvür elə tanıyan bir işçi işləyir. Belə yaxınlaşdım elə maşına, indi dəyişdilər ki, güya nəsə eləyirlər. Belə elə deyə baxdı mənə. Deyir, Gülşad xanım deyir, sən çəkiləcəksən. Baxdım bunun üzünə, heç nə danışmıram. Amma gözlərim gülür. Nəyəsə, atminit elədilər. Hə, Gülşad xanım, biraz hava qurusun, torpaq qurusun, gün çıxsın. Deyirəm, oldu. Üzümü döndərdim, getdim. Nəyəsə, düşdüm, çıxdım, gəldim evimə. Bir də mənə zəng eləyəndə dedim, gedin ayrı adam tapın. Belə məsuliyyətsiz. Mənim sənə borcum yoxdur. Biz sizin pulunuzu artırarıq dedim. Bilirsən nə var? Bəli, bizə pul önəmlidir. Amma bizə rəftar da önəmlidir. Mən çəkilmirəm sənin filmə. Get rədd ol. Get kimi istəyirsən çək. Belə serial olacaq, nə olacaq? Dedim, o qız kimdir onu gətirmirsən ora? Danışa bilmir. Qeyri-peşəkardır. Bilmirəm, kiminsə padruqasıdır. Siz deyir ona dil öyrədərsiniz də. Deyirəm, nə öyrədərəm? Siz müəlliməsiz. Dedim, onda onun qanararı başqa olacaq. Azərbaycanca danışanmır bu adam. Mən onu Azərbaycanca danışmağı öyrətməliyəm. Niyə? Belə şeylər olur, ona görə adam istəmir.